Sizə pislik edənlərə nə deyərdiniz? Mənə pis yerlərə demək istərdim ki, yəqin ki, keçmişdə onlar üçün çox maraqlı olmuşam və mənlə düşmən olmağı seçiblər. Yəni bugünkü gündə də o qədər maraqlıyam ki, onlar üçün mənim üçün planlar qurulur və mənə pis eləyirlər. Sizə pislik edənlərə nə deyərdiniz? Allah köməkləri olsun. İnşallah ki, Allah düzələrlər. Yəni heç bir şey, qəlbimdə pis niyyət yoxdur mənim qəlbimdə onlara qarşı. İnşallah ki, düzələrlər. Çox sağ olsunlar. Əslində bu dərin fəlsəfi bir sualdır. Mən onlara çox sağ olsunlar demək istəyərdim. Çünki onların etdikləri səhvlər və pisliklər olmasaydı, mənim daha doğrusu desək, indiki öz düşüncələrimi formalaşdırmazdım. Hər pis xatirə insanı belə deyək, böyüdür. Heç nə yaxşı yol qurlar, nə deyə bilərəm. Yəni baxaq nə pisliyidir, yəni ki, ondan asılıdır, pisliyin növündən. Heç edən olub. Olub, bəzən olub. Onlara nə deyərdiniz? Salam. Salam. Həyatda sizə pislik edənlərə nə deyərdiniz? Həyatda pislik edənlər mənə qarşı olub, nə yalan deyim. Mən belə xarakterli insanam ki, bağışlayıram çoxsunu.